Hal-hazırda biz endoskopiya şöbəsindəyik. Bizim hospitalda cərrahi endoskopi şöbəsi dediyimiz bir bölümümüz var. Hansı ki, bu bölümdə bütün endoskopik müayinələri aparırıq. Xəstəmiz hazırlanır müayinə üçün. Müayinəmiz anestezi ilə aparılacaq. Anestezi briqadamız hazırdır. Müayinələrə başlaya bilərik. Bu bölümdə biz həm terapevtik endoskopik müayinələr aparırıq. Lazım gələrsə müayinə əsasında poliplər rast gələrsə onları kəsib çıxartma texniki imkanlarımız var. Bəzən qanamalı xəstələr olur. Qanamanı durdurmaq üçün müvafiq endoskopik prosedurlar, əməliyyatlar icra edə bilirik. Ezofagus varikozlarının elastik həlqələnməsindən tutmuş sklerozlaşdırıcı maddələrin qanayan damar ətrafına yeridilməsinə qədər böyük bir endoskopik çeşidli prosedurlar icra oluna bilir. Yeni əldə etdiyimiz texnoloji vasitələrlə eyni zamanda qanamanı durdurmaq üçün argon plazma koagulyasiyasından da istifadə edə bilirik. Bugünkü müayinəmiz sırf mədə şikayətləri üzərindən olan bir xəstədir. Diaqnostik müayinədir. İndi isə müayinəmizə başlayırıq. Xəstə sedasiya olunur, yatızdırılır. Sedasiya altında müayinənin bir komfortu var. Xəstələr hiss etmir, bir diskomfort yaşamırlar. Ona görə çox xəstələr özü bunu tələb edir. Anestezi briqadası burada bizə böyük dəstək olur. Müayinə sadə olsa da anestezi dəstəyi bu müayinəni daha da komfortlu və təhlükəsiz aparmağa imkan verir. Ağız boşluğu, udlaqdan başlayaraq qida borusunun bütün segmentləri müayinə olunur. Mədə mənfəzində olan artıq mayelər sorularaq təmizlənir. Deməli, xəstəmizin diaqnozunu demək olar ki, müəyyən elədik. Bütün müayinəni biz video görüntünü qeyd edə bilirik və disk kəşfində sonra bu müayinə xəstəyə müayinə protokolu ilə birgə təqdim olunur. Beləliklə müayinəmizi tamamlayırıq. Xəstəmizə keçmiş olsun.